Dünya çempionatı başlayır və gördüyünüz kimi sırğalardan uyğun taxmışam. Zarafat bir yana, Dünya çempionatı bugünkü bayram münasibətilə sizi təbrik edirəm. Nəhayət ki, bir neçə saat sonra axşam saat 11-də olacaq Dünya çempionatının ilk oyunu Meksika və Cənubi Afrika Respublikaları arasında. Bizim isə yerli xəbərlər bitmir. Yerli xəbərlərin içində Kəpəzin baş məşqçi postu ilə bağlı bir xəbər var. Azəsport yazıb bu xəbəri və deyilənə görə Serbiyalı Zoran Vasilyeviç gətiriləcək Kəpəzin baş məşqçi postuna. Son olaraq da Serbiyada çalışıb. Onun bu yaxınlarda və yaxud ki, bu günlərdə, bu saatlarda ola bilər Kəpəz tərəfindən elanı gözlənilir baş məşqçi postunu. Bilirik ki, Azərbayov gedəndən sonra baş məşqçi postu boş qalıb. Digər bir xəbər isə elə həmin saytın yazdığına görə Turantovuzun deməli qapıçısı Sergey Samok artıq Turantovuz bu ayın sonunda onunla müqaviləsi bitir və müqaviləni uzatmayacaq. Rusiyalı qapıçıdan yollar ayrılır, amma Turantovuza kim gələcək, hansı qapıçı gələcək? Bax, o suallar doğurur. Çünki düşünürəm, qapıçı seçimi də yəqin ki, Avrokuboklarda iştirak edib etməməklə də çox bağlı olacaq. Hər halda yaşarıq, görərik, yeni məlumatlarla da paylaşacağıq.